Bugündən etibarən hər həftə Biznes TV-də aqrar biznes verilişi ilə sizin görüşünüzə gələcəyik. Torpağının altı da, üstü də sərvətdir. Qarabağın kətəsi Qarabağın özü kimi gözəl. Qarabağ kətəsinin ən yaxşı versiyasını yemək istəyirsinizsə, elə məncə Balıca kətəsini dadmağınız lazımdır. Qarabağa həyat qayıdıb, Xocalıya, Ballıcaya, digər azad olmuş torpaqlarımıza həyat qayıdıb. Baş sponsor Agrosystems MMC. Bugün təqvimlər fərqli bir günü, xəritəmiz isə vətənimizin ən füsunkar güşələrindən birini göstərir. Arxamda gördüyünüz bu yazı sadəcə bir şəhərin adı deyil. Eyni zamanda yenidən dirçələn iqtisadiyyatın, böyük qayıdışın və zəfərin simvoludur. Mən Vüsalə Mustafayeva. Bugündən etibarən hər həftə Biznes TV-də aqrar biznes verilişi ilə sizin görüşünüzə gələcəyik. Elə düşündük ki, verilişimizin ilk buraxılışını, elə ilk addımımızı Laçından, vətənimizin ən füsunkar güşəsindən, elə ən bərəkətli torpaqlarından başlayaq. Çünki biz bu layihə ilə torpağın bərəkətini biznesin dili ilə danışacağıq. Qarabağı qarış-qarış gəzməyə başlamışıq. Elə havası kimi torpağının altı da, üstü də sərvətdir. Deyilinə görə Ballıcanın kətəsi, Badaranın balı məşhurdur. Elə iş gördüyümüz məkana yaxınlaşaq, zəhmət olmasa, elə zəhmətkeş insanlarla yaxından tanış olaq. Ballıca kətəsi yazılıb. Elə bura yaxınlaşaq. Elə buradakı zəhmətkeş insanlarla tanış olaq. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ ol, çox sağ ol. Xoş gəldin. Çox sağ ol, yaxşıyıq. Allah köməyiniz olsun. Yaxşı olun təki. Xoş gəlmisiniz. Burada olan zəhmətkeş insanlarla biz Biznes TV-də tanış etmək istəyirik. Elə Ballıcanın kətəsi məşhurdur. Qarabağın kətəsi, elə Ballıcanın kətəsi nə ilə fərqlənir? Qarabağın kətəsi Qarabağın özü kimi gözəldir. İçinə hansı otlar vurulur ümumiyyətlə? Cilim, dağ kişnişi, əvəlik, quzu qulaq. Deyildiyi kimi elə hər məhsulu elə öz yerində, öz vətənində yemək düzgündür. Məncə elə Qarabağ kətəsinin ən yaxşı versiyasını yemək istəyirsinizsə, elə məncə Balıca kətəsini dadmağınız lazımdır. ...13 yaşında çıxıb, 49 yaşında artıq bura qayıtmışam. Qarabağa həyat qayıdıb, Xocalıya, Ballıcaya, digər azad olmuş torpaqlarımıza həyat qayıdıb. Hər kəs bacardığı işlə məşğuliyyət olur. Məsələn, kimisi
maldarlıqla, kimisi bax əkin sahələri var. Arpa, buğda əkirlər, qarğıdal əkirlər, yonca əkirlər. Balıca kəndində insanlar hansı aqrar təsərrüfatla İndi məşğul olur? Ballıca sözünün bəzən baldan da deyirlər, ancaq bunu həmişə deyirəm ki, buranın bitkiləri, meyvələri, suyu o qədər dadlı olur ki, məsələn, adi su içəndə deyirsən ki, bu bal kimidir. Gənclərə daha biraz bəlkə adaptasiya olmaq biraz vaxt apara bilər, ancaq bizim kimi bu torpaqlardan böyümüş, bax gördüyünüz bu dağlar, dərlər hamısı bizim yıxıla-yıxıla böyüdüyümüz yerlərdir. O zamanlar ora bizə necə bilmirəmsə balaca gəlirdi. Amma indi çıxanda deyirəm dağlar niyə belə böyüyübdü? Yəni o vaxt yəqin ki, çox gedib gəldikcə insan biraz vərdiş alır. Elə bir kəndi o baş gəzdirəm, uşaq vaxtı çox gəzdim. Birdən fikirləşirəm ki, deyirəm ilahi, birdən yuxulara aylaram. Yuxuya çıxar ki, mən burada deyiləm. Elə birdən insan fikri tək gedən. Yəni hər axşam vaxt olduqca kəndi bax gördə biz artıq Damcılı bulaq tərəfdəyik kəndin. Yəni məşhur bizim ziyarətgah olan Damcılı bulaq tərəfdədir. Bir də var kəndin Xankəndi tərəfi, yəni Balıca çayı tərəf. Yəni bu kəndin hardasa 1 kilometrdən artıq uzunluğu var. O baş hər axşam gəzirəm. Vaxt olduqca ki, deyirəm qoy, yəni necə demək, o illərdir görmədiyim həsrəti ilə bitirmək istəyirəm, amma bitmir. Gördüyünüz kimi deyirlər ki, Qarabağın balı da məşhurdur. Elə biz də bu gün Vidadi bəyin yanındayıq. Onun arıçılıq təsərrüfatı ilə yaxından tanış olacağıq. Vidadi bəy, xoş gördük. Sağ olun. Sağ olun, minnətdaram. Çox sağ olun. Neçə ildir artıq bu təsərrüfatla məşğulsunuz? Hardasa 10 ildir. 10 ildir. 15 ildir. Elə anadan doğulandan bu işlə məşğuluq. Amma 10 ildir, 15 ildir də bu işlə məşğul. Maldarlıqla da, arıçılıqla da, kənd həyatı ilə. Belə deyək, Qarabağın deyirlər balı məşhurdur. Bəs bir çox regionlarımızda bal təsərrüfatı var. Ümumiyyətlə Qarabağın balı nə ilə məşhurdur? Yəni o təbiəti ilə bağlıdır. Çiçəkləri ilə bağlıdır. Bal hər yerdə bal var. Amma Qarabağda olan çiçəklər, təbiət, meşədə olan müəyyən gök ağacı deyir də, o gök ağacının balı vəbşə məşhurdur. Bəs bir mövsümdə, bir pətəkdən neçə kiloqram bal əldə edirsiniz? Yaxşı olanda 15. Elə olanda bəlkə də o bəzilərindən artıq. Eləsə olur, heç olmur. İndi bala veçə verəni var, ayrılanı var, güclüsü var, zəyi var. Bu bununla bağlıdır. O pətəklə sayılmır. Məsələn, arının qüvvəsi ilə sayılır. Bəs hansı aylar daha çox bal vermə mövsümü sayılır? İyun, iyul aylar. Əsasən may balda var. May ayı çiçəklərdə. İyun, iyul ayı ən çox bal verən mövsümdür. Ümumiyyətlə Vidadi bəy, dağ ətəyi yerlərdə belə arıçılıq təsərrüfatla məşğul olmağın üstünlükləri və çətinlikləri nələrdir? Çətinlikləri köklə bağlıdır. Qışda gərək bunu qışdam yaparasan. Çətinlikləri budur. İstiliyin yaxşı verəsən, dağ yerlərində saxlasan istiliyin verməzdir. Əsasən arı da köç eləməlidir. Aran yerinə getməlidir. Burada soyuq havada yaxşı inkişaf eləmir. Amma arana getsə elə bir ay yarım istifadə irəliləyəyiş olur. Bəs üstünlükləri? Üstünlükləri odur ki, təbiət gözəldir burada. Və dağ təbiət, hündürlüyü, yüksəkliyi, çiçəkləri, balının tamı, üstünlüyü də budur. Hal-hazırda Laçında möhtəşəm bir tədbirin, Aqrar Biznes Festivalının tam mərkəzindəyik. Arxamda gördüyünüz kimi canlanma müşahidə olunur. Fermerlər öz məhsullarını elə stendlərdə təqdim edirlər və biz burada dövlət qurumlarını, iş adamlarını və eyni zamanda aqrar biznesin əsas fokus mərkəzi olan sahibkarları görə biləcəyik və bunun üçün də biz bu fürsəti qaçıra bilməzdik. Sərgidən ən maraqlı məqamları, ən son yenilikləri, dəyərli görüşləri elə sizlərə ötürməyə çalışacağıq. Çünki bizim məqsədimiz təkcə danışmaq deyil, eyni zamanda elə
aqrar biznesin bir hissəsi olmaq, bunları sizə tanıtmaqdır. Və siz də əgər aqrar biznesin gücünə, onun inkişafına inanırsınızsa, elə məhz bu veriliş sizin üçündür. Can Laçının satış təmsilçisiyəm. Burada işlədiyim az bir müddətdir. Məhsullarımız Laçından yığılır, Laçında hazırlanır. Can Laçın adı altında yeni 30 ildən sonra, məlum hadisələrdən sonra özünü yenidən tanıtmağa çalışırıq. Qiymətlərimiz demək olar normaldır. Bazar qiymətlərindən deyərdim ki, biraz aşağıdır ki, yuxarı deyil. Burada hal-hazırda sərgilədiyimiz məhsullar çay bitkiləridir. Orada göstərə bilərsiniz, dərman bitkilərimizdir, ballardır, alma sirkəsidir. Yenə Laçın balıdır, Can Laçın adı altında. Bütün gördükləriniz məhsulların hamısı Laçına aiddir. Çox sevindirici bir haldır ki, o dövlət özəl bağlantılar ki var bugün, burada onun bir bariz nümunəsi olur. Biz mütəxəssis olaraq meyvələrin saxlama prosesinin təşkilində innovativ texnologiyaların tətbiqi haqqında məlumatları öz fermerlərimizə çatdırmağa çox cəhd edirik. Belə bir qərara gəldik ki, biz öz bilgilərimizi yazılı şəkildə Kənd Təsərrüfatı Nazirliyinə və digər aidiyyatı qurumlara göndərəcəyik. Ola bilsin ki, bunun ətrafında hər hansı bir toplantımız da oldu və çalışacağıq ki, bu sahədə belə bir proqram tətbiq edək və bu proqramı tədricən həyata keçirməyə çalışaq. Bugünkü festivalın əsas məqsədi fermerlərlə və sahibkarlarla arasında əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, fermerlərin innovasiyalara əlçatanlığının təmin edilməsindən ibarətdir. Festivalda 20-dən artıq dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edir. Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq, heyvandarlıq elmi tədqiqat institutları və regionun aqrar potensialını nəzərə alaraq heyvandarlığın inkişafı istiqamətində bir sıra özəl müəssisələr, baytarlıq preparatları, eləcə də yem istehsal edən bir sıra müəssisələr iştirak etmişdir. Festival rayon sakinləri tərəfindən kifayət qədər maraqla qarşılanmışdır və cari il üçün Cəlilabad rayonunda növbəti festivalımız isə artıq Laçın rayonunda təşkil edilmişdir. Məhz işğalda nəzərdə edilmiş rayonlarda bildiyiniz kimi həm köçən sakinlərə, həm burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlarımıza imkanlar yaradılır. Xüsusən aqrar sahədə fəaliyyətə cəlb edilməsi baxımından bu kənd sakinlərinə Cənab Prezidentin fərmanına uyğun olaraq kənd ətrafındakı torpaqların istifadəyə verilməsi, eyni zamanda sahibkarların bu sahələrdə aqrar sahəyə investisiya qoymaq istəyən sahibkarlara müsabiqə yolu ilə torpaqların istifadəyə verilməsini əhatə eləyir. Bütün bu proseslər həyata keçirilərkən yeni fermerlər formalaşır deyək. Həmin fermerlərin artıq formalaşdıqdan sonra istehsal vasitələrinə əlçatanlığının təmin edilməsi, biznes sahəsində aidiyyəti subyektlərlə əlaqələrin qurulması üçün bu festivalların təşkilinə biz xüsusi əhəmiyyət veririk və necə deyərlər, hər rayonda bu istiqamətə aparılan işlərə ekvivalent olaraq siz festivalları da izləyəsiniz. Ümid edirik ki, bu həm fermerlərimizə, həm bölgə sakinlərinə çox faydalı olacaq və biz bu prosesləri inkişaf elətdirərək davam edəcəyik. Bugün biz torpağın gücünü biznesin vizyonu ilə birləşdirdik. Qarabağ isə sadəcə bir başlanğıcdır. Növbəti həftə vətənimizin başqa bir nöqtəsində, başqa bir aqrar uğur hekayəsində görüşənədək biznesiniz bərəkətli olsun.